Sənin də əlin var, sənin də qədəmin var, sənin də ərəbcə desə isbə, yəni barmağın var və yaxud üzün var. Allah Taala'da da var. Biz deyirik ki, burada dur qardaşım. Ki Allah-u Teala'nın sifətləri ilə bağlı olan məsələlər ən şərəfli elmdir. Və bu şəriət bizə səmadan edib, qardaşlar. Və biz bu məsələləri danışarkən mütləq ki, ümumiyyətlə hər bir dəvətçi, hər bir elm adamı bu məsələləri danışarsa Allahdan qorxaraq, insaf üzrə, ədalət üzrə danışmalıdır. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ve baraka ala seyyidina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdatan min lisani yefqahu qavli emma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Değerli Müslümanlar. Biz keçən dərs Sələfin məzhəbi və onlara gözəl şəkildə tabi olan Həmbəli imamlarının xəbəri sifətlər haqqında etiqadı barəsində danışdıq. Və bildirdik ki, Həmbəli imamları Sələf imamları kimi xəbəri sifətlərin mənalarını Allaha havalə ediblər. Bu ləfslərlə gələn ayətləri, yəni ayətlərdə gələn bu ləfsləri, Quran və sünnətdə gələn bu ləfsləri təfsir etməyiblər və onu zahir üzrə buraxıblar. Və bildirdik ki, müqabilimizdə olan müasir sələfinin nümayəndələri əgər bizə bildirsələr ki, təfsir barəsində müəyyən hədislər və nəqillər gəlmişdir. Biz qarşılıq olaraq bildirəcəyik ki, zaten bu nəqillər təvil barəsində də gəlib. Yəni, qeyd etdik ki, İmam Əhməddən, Buxari Rahiməhullahdan, həm Şureyh Əl-Qadidən, həmçinin İbn Battadan müəyyən təvil haqqında nəqillər gəlib. Yəni, müəyyən təfsir və təvillər haqqında nəqillərin gəlməsi heç də sahabələrin ümumi məzhəbinin təfsir və ya təvil olduğunu ifadə etmir. Və həmçinin bildirdik ki, əgər hansısa bir nəqlin gəlməyi bütün sifətlərin təfsir edilməsini gərəkdirərsə, o zaman biz bütün sifətlər haqqında, yəni təfsir edilməsi haqqında nəqillər istəyəcəyik. Bundan əlavə bildirdik ki, əgər onlar bizdən desələr ki, əgər qeyd etsələr ki, təvil barəsində gələn nəqillər zəifdir, biz qarşılıq olaraq bildirəcəyik ki, zaten təfsir barəsində gələn nəqillər də illətlərdən xari deyil. Yəni, Buxari Rahiməhullah, Əbul-Aliyədən, Mücahiddən İstava sifətinin təfsiri barəsində gələn hədisləri mualləq olaraq qeyd edib. Və qeyd etdik ki, bu hədislər, mualləq hədislər nədir? Hədisin əvvəlindən, isnadından bir və yaxud bir neçə ravinin salınmasıdır. Və qeyd etdik ki, bu hədislərdən bəziləri zəif, bəziləri isə səhihdir. Və Buxari İstava barəsində Əbul-Aliyədən və İmam Mücahiddən gələn hədislər zəif isnadlı hədislərdir. Hətta müasir şərif şeyxlərindən Şeyx Əlbani Rahiməhullahın tələbəsi Səlim Əl-Hiləli həmin hədislərin isnadını zəiflətmişdir. Və soruşula bilər ki, nə üçün Həmbəli imamları xəbəri sifətləri zahir üzrə buraxıblar? Yəni, bu sual soruşula bilər. Biz bildiririk ki, çünki xəbəri sifətlər mütəşabih naslardandır və dərsimiz də adı belədir. Xəbəri sifətlər mütəşabih naslardandır. Ümumiyyətlə, təfsilata keçməmişdən öncə biz bilməliyik ki, Həmbəli imamları qatında mütəşabih kəlməsi, yəni üsul kitablarına baş vurduqda görürük ki, 3 mənada istifadə edilir. Bunun birincisi, əgər bir şey yığcam şəkildə gələrsə, misal olaraq, Allah Taala bir ayədə qeyd edir ki, وَآتُوا حَقَّهُمْ يَوْمَ حَسَادِهِ Yığım günü onun haqqını verin, yəni zəkatını verin. Allah Taala bu zəkatı bizə verməyi yığcam şəkildə əmr edir. Onun təfsilatını qeyd etmir ayədə. Biz onun təfsilatını hardan öyrənirik? Yəni geniş şəkildə, təfsilatlı şəkildə Allah Rasulü sallallahu aleyhi və səlləmin sünnəsindən öyrənirik. Həmçinin alimlər mücməl gələn məsələlərə misal olaraq verirlər ki, Allah Taala deyir ki, oğru kişinin və oğru qadının əllərini kəsin. Və Allah Taala onun keyfiyyətini bizə bəyan etmir ayədə. Həmçinin biz onun oğru kişinin və oğru qadının əllərinin kəsilməsinin təfsilatını Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin sünnəsindən öyrənirik. Bu mütəşabihliyin birinci qismidir. Həmçinin mütəşabihliyin ikinci qismi var. İkinci qismi də odur ki, əgər müştərək olması səbəbi ilə qapalı qalır bir məsələ. Məsələn, bir müştərək isimdir, yəni bir isimdir. Onun bir neçə mənası var. Yəni bir ləfsdir, onun bir neçə mənası var. Misal olaraq, deyək ki, məsələn, ayn ləfsi. Əsasən, ərəb dilçiliyində ayn ləfsi həm gözə də dəlalət edir, bulağa da dəlalət edir
bəzi siyaqlarda qızıla və gümüşə də dəlalət edir. Yəni bir ləfzin bir neçə mənası var. Bir neçə mənası olması səbəbindən qapalılıq yaranır insanın beynində. Bu səbəblə alimlər deyirlər ki, bunlar da mütəşabihliyə daxildir. Məsələn, ona bir başqa misal da verək. Bəqərə surəsində gələn quru kəlməsi. Quru kəlməsi barəsində sahabələr ixtilaf ediblər. Yəni bu təmizlikdir, yoxsa heyzi ifadə edir. Yəni bu da müştərək isimlərdəndir. Bir isimdir, bir neçə mənaya ifadə edir. Bu bir neçə mənanı ifadə etməsi səbəbindən qapalılıq ortaya çıxır. Yəni məsələni başa düşməkdə işgal yaranır, qapalılıq yaranır. Və üçüncü qismi isə alimlər qeyd edirlər ki, mütəşabihliyin üçüncü qismi bənzətmənin ortalığa çıxmasıdır. Və bənzətmənin ortalığa çıxmasını alimlər qeyd edirlər ki, bu mütəşabihlik xüsusən Allah Taala'nın xəbəri sifətlərinə aiddir. Sual oluna bilər ki, bəs Elvin qardaş, məgər Quran və sünnətin zahiri küfürdürmü ki, biz deyirik ki, bənzətmə ortalığa çıxır? Yox, çünki siz dediniz ki, az öncə dediniz ki, biz xəbəri sifətləri zahiri üzərə buraxılır. Və əgər Quran və sünnətin zahiri küfürdürmü ki, bənzətmə ortalığa çıxır? Biz bildiririk ki, cavabında ilk öncə bilmək lazımdır ki, zahir, alimlərimiz qeyd edirlər ki, zahir iki qismdir. Yəni iki qism zahir var. Birinci qism zahir Allaha aid olan zahirdir. Əgər biz Quranda və sünnətdə bu ləfzlərlə gələn ayələri Allaha xas olan zahir üzərə buraxsaq, yəni Allaha həvalə etsək mənaların və bildirsək ki, bunlar zahir üzərədir. Bu zahir Allaha xas olan zahirdir. Bu zaman biz sələfin məzhəbinə ittiba etmiş və haqqa isabət etmiş oluruq. Ancaq biz həmin gələn nəqilləri məxluqata xas olan zahirə daşısaq, yəni lüğətdəki mənalara təsəvvür etsək, yəni həmin ayələri, həmin hədisləri lüğətdəki mənalara daşısaq, lüğətdəki mənalarla açıqlasaq, o zaman bənzətmə ortalığa çıxacaq. Soruşula bilər ki, necə? Misal olaraq, onlar bu dönəmlərdə bu məsələləri izah etdikdə, xüsusən müasir sələfliyin nümayəndələri bildirirlər ki, sənin də elmin var, Allahın da elmi var. Sənin də qüdrətin var, Allahın da qüdrəti var. Sənin də görmən var, istəyin var, Allahın da görmə və istəyi var. Biz deyirik ki, tamam, gözəl. Bunlar bizdə də sifətdir, Allah-u Teala'da da sifətdir. Ancaq onlar bildirəndə ki, sənin də əlin var, sənin də qədəmin var, sənin də ərəbcə desə isbə, yəni barmağın var və yaxud üzün var, Allah Teala'da da var. Biz deyirik ki, burada dur qardaşım. Bunlar bizlərdə sifət deyil. Dediyimiz bu şeylər, vəcih sifəti olsun, qədəm, yədeyn sifəti olsun, isbə sifəti, bunlar uca Allahda sifətlərdir. Ancaq bizlərdə, məxluqatda isə bunlar orqanlardır. Bədənin bir hissəsidir. Biz sifətlə cismin bir hissəsini müqayisə edə bilmərik. Yəni, bayaq dediyimiz qaydaya sala bilmərik. Çünki hətta bəziləri başqa bir qiyasla verirlər. Deyirlər ki, məsəl olaraq, sənin də əlin var, filin də əli var, qapının da, qarışqanın da, Allahın da əli var. Yəni, bunu başa düşmək lazımdır ki, bəli, fildə, insanda, qarışqada, qapıda bunlar hamısı hissələrdir. Formadan ibarət olan cismin bir hissəsidir. Ancaq Allah-u Teala'ya nisbətdə əl bir hissə deyil. Əgər biz onu lüğətlə açıqlasaq, onda bənzətmə ortalığa çıxacaq. Bu səbəbdən sələf imamları, həmçinin həmbəli imamları bu sifətlərin mənalarını Allah-u Teala'ya həvalə ediblər. Uca Allaha buraxıblar. Yəni deyirlər ki, bu Allaha xas olan zahirdir. Və deyilə bilər ki, məsəl üçün mütəşabihliyi bizim alimlər, xüsusən Alimran surəsində gələn mütəşabihliyi uca Allahın xəbəri sifətlərinə aid ediblər. Və Allah Teala buyurur Alimran surəsində: "Huvellezî enzele aleykel kitâbe minhu âyâtun muhkemât hunne ummul kitâb ve ukhar muteşâbihât. Fe'emmellezîne fî kulûbihim zeygun feyettebi'ûne mâ teşâbehe minhu. فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاءَ الْفِتْنَةِ وَابْتِغَاءَ تَأْوِيلِهِ وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلَّا اللَّهُ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِنْ عِنْدِ رَبِّنَا وَمَا يَذَّكَّرُ إِلَّا أُولُو الْأَلْبَابِ." Allah Teala buyurur ki, sənə kitabı nazil edən odur. Onun bir hissəsi mənası aydın olan, yəni heç bir başqa bir mənaya yozulmayan möhkəm ayələrdir. Yəni bir mənanı ifadə edən ayələrdir. Bunlar kitabın anasıdır. Və digərləri isə mütəşabihlərdir, yəni qapalı olanlardır. Qəlbində xəstəlik olanlar
qapalı olanların arxasınca düşərlər. Nə üçün? Fitnə törətmək məqsədi ilə. Halbuki onların yozumunu Allah-u Teala'dan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə nə deyirlər? Bunlar hamısı, yəni mənası belədir ki, bunlar hamısı Allah tərəfindəndir. Biz onun möhkəminə də, mütəşabihinə də, yəni mənası bəlli olana da, bəlli olana da iman gətiririk. Bu barədə yalnız kimlər əql edər, düşünər? Yalnız ağıl sahibləri düşünərlər. Və bizim alimlərimiz bu ayədə vakf kəlməsini xüsusi olaraq deyirlər ki, cumhur əhl-i sünnətin məzhəbinə uyğun olaraq Allah kəlməsindən sonra qoyulur. Və bildirirlər ki, burada qəsd olunan mütəşabihlik əvvəl qeyd etdiyim iki mütəşabihlik deyil. Yəni sırf burada qeyd edilən yalnız Allahın bildiyi mütəşabihlik Allah Teala'nın xəbəri sifətləridir. Və bizim imamımız İbn Qudam Əl-Həmbəli rahimehullah Zəmmut Təbil kitabında buyurur: "Fəsəbətə bimə zəkərnahu minəl vucuhi ənə tə'vilən mütəşabihi la ya'lemuhu illa Allah Teala və ənə muttəbi'ahu min əhliz zeyği və ənəhu muharramun alə kulli əhəd və yəlzəmu min həzə ən yəkunəl mütəşabihu huvə mə yətəəlləqu bi sıfətillahi Teala və mə əşbəhəhu dunə mə qilə fihi أنه المجمل أو الذي يغمض علمه على غير العلماء المحققين أو الحروف المتقطعة لأن بعد ذلك معلوم لبعض العلماء وبعضه قد تكلم ابن عباس وغيره في تأويله فلم يجوز أن يحمل عليه والله أعلم." Qeyd etdiyimiz bir neçə yöndən bəlli oldu ki, mütəşabihin açıqlamasını yalnız uca Allah bilir. Və mütəşabihin arxasınca gedən qəlbində əyrilik olan kimsədir. Hər bir kəsə onun arxasında getmək haramdır. Bu isə mütəşabih olanın uca Allahın sifətləri və buna bənzər şeylərlə əlaqəsi olmasını gərəkdirir. Yəni İbn Qudam Əl-Həmbəli bildirir ki, bu mütəşabihlik, çünki İbn Qudam hətta bu yaxınlarda mən də onlardan birini dinlədim, deyir ki, yəni İslam alimləri içərisində söz sahibi olan imamlardan biridir. Bəli, həqiqətən elədir. Biz də onların etiqadını bəyan edirik bu dərslərdə. Və o bildirir ki, bu mütəşabihlik məhz Allah-u Teala'nın xəbəri sifətlərinə aiddir. Yığcam olduğu deyilən, yaxud təhqiqatçı alimlərdən olmayan, kimsələrdən elmi gizli qalan şeylər, yaxud bir sıra surələrin əvvəlində gələn heca hərfləri bu məfhuma daxil deyil. Yəni, bəyə dediyim iki qism var. Müştərək ləfz bir neçə məniyə dəlalət edir. Həmçinin mücməl gələn şeylər. Quran-ı Kərimdə mücməl gəlir. Sonra Allah Teala, yəni onun peyğəmbəri sünnəsini onu bəyan edir, geniş təfsilatlı olaraq. Yəni, bu şeylər bura daxil deyil. İbn Qudam Əl-Həmd deyir ki, bunlar bura daxil deyil. Çünki nəyə görə deyir? Çünki bir sıra alimlər qatında bu şeylərin bəzisi bilinir. Bəzisinin açıqlaması barədə isə İbn Abbas və başqaları danışmışlar. Bu səbəbdən mütəşabihi bu qismə daşımaq icazəli deyil. İbn Qudam Əl-Həmbəli deyir. Və biz də bilirik ki, yəni Allah-u Teala'nın kitabında nazil etdiyi bu mütəşabihliyi günümüzdə müxtəlif cür açıqlamağa çalışırlar. Yəni, sələfin məzhəbinə deyil də, keçən dərs dediyimiz kimi, yalnız bir alimin fəhminə qaytarmağa çalışırlar bu məsələləri. Və biz də bu məsələləri hansı yönlə bəyan edirik? Çünki ümumiyyətlə bilmək lazımdır ki, Allah-u Teala'nın sifətləri ilə bağlı olan məsələlər ən şərəfli elmdir. Və bu şəriət bizə səmadan edib, qardaşlar. Və biz bu məsələləri danışarkən, mütləq ki, ümumiyyətlə hər bir dəvətçi, hər bir elm adamı bu məsələləri danışarsa Allahdan qorxaraq, insaf üzrə, ədalət üzrə danışmalıdır. Çünki bu məsələlərə doğru şəkildə çatdırmamaq müsəlmanların saflarına böyük zərbə vurur. Onların münasibətlərinə, onların mehribançılıqlarına böyük şəkildə təsir edir. Yəni, onların arasında bir ədavət yaradır. Biz bu səbəbdən bu məsələləri danışırıq. Yəni, mücməl olaraq. Təbii ki, bu məsələlərin təfsilatı biz avam insanlar, sıravi müsəlmanlara aid deyil bu məsələlərin təfsilatı. O səbəbdən biz bu məsələləri yığcam olaraq danışmağa çalışırıq. Və biz qeyd etdik ki, onlar bu məsələlər barəsində dəlil gətirmədilər və gətirə də bilməzlər. Çünki onlar bizim imamlardan nə gətirəcəklər ki? Zaten bizim imamların məsələsi, sözləri çox aydındır. Biz ilk öncə oxuyacağımız məsələ İmam Əhməd ibn Həmbəlin möhkəmə mütəşabihliyi haqqında olan sözüdür. İmam Əhməd Əl-Xəllalin, həmçinin İbn Battan Əl-İbənətül Kubra kitabında, həmçinin Zəmmut Təvildə İbn Qudamənin qeyd etdiyi sözü deyirik, oxuyuruq. Əhməd ibn Həmbəl buyurur: "Və nasfuhu kəmə vasafa nəfsəhu və la nətəaddə zəlik. Nu'minu bil-Qur'an kullihi muhkəmihi və mütəşabihihi
Və la nuzilu anhu sifatan min sifatihi li şənaatin şuniat. Uca Allahı onun özünü vəsf etdiyi kimi vəsf edirik. Və bu şeylərin önünə keçmirik. Yəni Allah Taala'nın Quran-ı Kərimdə və Peyğəmbər sallallahu əleyhi və səlləm dili ilə vəsf etdiyi şeylərin önünə keçmirik. Biz Quranın hamısına, möhkəminə də, mütəşabihinə də iman gətiririk. Və yaramaz təəssürat yaranacağından dolayı ondan hansı bir sifəti inkar etmirik. Əhməd ibn Həmbəl açıq aydın burada nə edir? Quran-ı Kərimi iki qismə bölür. Mütəşabih və möhkəm. Deyim ki, möhkəm nədir? Mənası açıq aydın, başqa bir məna ehtiva etməyən şeylər. Və həmçinin mütəşabih nədir? Mənası qapalı olan, bizə mənası tam qapalı olan şeylərdir. Və bəzi iddia sahibləri bildirirlər ki, Əhməd ibn Həmbəlin burada mütəşabihlikdən qəsdi həmin sifətlərin keyfiyyətidir. Biz deyirik ki, bu iddia əsassızdır nə üçün? Əgər İmam Əhmədin, rahiməhullahın, sifətləri möhkəm və mütəşabihliyə ayırması, əgər keyfiyyət yönündəndirsə, əgər mütəşabihliyi dedikdə bir şey mütəşabihdir, onun keyfiyyəti bilinmir, onda elə çıxır ki, onun qarşısında orada möhkəmin keyfiyyəti bilinir. Halbuki nəyə görə bu deyilən söz, müasir sələfilik tərəfindən deyilən bu söz əsassızdır? Çünki onlar özləri etiqad edirlər ki, bütün sifətlərin keyfiyyəti bizə qapalıdır. Bütün sifətlərin. Əgər onlar bu iddianı etsələr ki, deyim, yox, mütəşabihlikdən qəsd keyfiyyətin mütəşabihliyidir, o zaman biz də bildiririk ki, möhkəmdən də onda qəsd nə olmalıdır? Keyfiyyətin bəlli olmasıdır. Halbuki bu, onların belə etiqadlarına görə mümkünsüz bir şeydir. Mümkünsüz bir şeydir. Və biz indi alimlərimizdən məsələn üsul barəsində yazdıqları kitablarda müəyyən nəqilləri oxuyacaq. İlk öncə oxuyacağımız nəqil İbn Qudamə Əl-Həmbəlinin Ravdatun Nazir kitabındandır. İbn Qudamə Əl-Həmbəl buyurur: "Və-s-sahihu ennel-müteşabihə ma varada fi sifatillahi subhaneh." Doğru olan odur ki, mütəşabih uca Allahın sifətlərinə dair gələn xəbərlərdir. Həmçinin İbn Muflih Əl-Həmbəli öz usul kitabında buyurur, bilmək lazım ki, İbn Muflih İbn Teymiyyə rahiməhullahın tələbəsidir. Və məzhəbdə xüsusi onun fiqh sahəsində və usul sahəsində tərtib etdiyi kitablar məzhəbdə ən önəmli kitablardan biri sayılır. Və İbn Muflih buyurur: "Vel-muhkemu mettadaha ma'nahu, felem yuhtac ila bayanin, vel-muteşabihu aqsuhu li-iştirakin aw icmalin, qala cemaatun min ashabina və gayrihim, və ma zahiruhu at-teşbihu ka sifatillahi Teala." Möhkəm mənası aydın olan və açıqlamaya ehtiyacsız olandır. Yəni açıq aydındır. Mütəşabih isə müştərək, bayaq dediyim birinci, bir isimdir, bir neçə mənaya dəlalət edir. Yaxud yığcam, qapalı gəlir, sonra sünnədə o bəyan edilir. Yəni bunun yığcam olduğu üçün bunun tam əksidir, yəni möhkəmin tam əksidir. Əshabımızdan və digər məzhəblərdən olan bir sıra insanlar demişlər, ha belə uca Allahın sifətləri kimi zahirdə bənzətməni ifadə edən şeylər mütəşabihdir. Yəni zahirdə nə vaxt bənzətməni ifadə edir, qardaşlar dedi? Əgər biz xəbəri sifətləri lüğətdəki mənalara daşısaq, yəni məxluqatı xas olan zahirə daşısaq, o cür təsəvvür etsək, o zaman bənzətmə ortalığa çıxacaq. Allah Taala ilə məxluqatı arasında bir bənzətmə ortalığa çıxacaq. Və məzhəbimizin təhqiqçisi yəni İmam Əl-Əddin Əl-Mərdavi buyurur: "Vəl-əsəhhu ennel-muhkəmə mettadaha ma'nahu vəl-mütəşabih ennel-muhkəmə mettadaha ma'nahu vəl-mütəşabihə aqsuhu li-iştirakin aw icmalin aw zuhur-et-təşbihi ka sifatillahi Teala." Ən doğru olan odur ki, möhkəm mənası aydın olandır. Mütəşabih isə müştərək, yaxud yığcam olduğu üçün, yaxud uca Allahın sifətlərində bənzətmənin üzə çıxması səbəbi ilə onun tam əksidir. Bayaqki nəqil kimi yəni. Yığcam, müştərək və yaxud bənzətmə. Bənzətmədən nə vaxt ortalığa çıxır? Lüğətdəki mənalara daşısaq. Həmçinin Nəcməddin Tufi də Muxtasar Ravda əsərində eyni sözləri ifadə edir. Və sonra imamlarımızdan Əbdülğani Əl-Məqdisi buyurur, özünün Ət-Təzkirə fi Usul Fiqh kitabında buyurur: "Qal əshabuna fihi el-alfazul muhkemeh." Orada möhkəm kəlmələr var. "Və hiyel-mufassara." onlar təfsir ediləndir. Vəl-mütəşabihətu aqsuha. Mütəşabihlər isə bunun əksidir. Və huwa ma varada fi sifatillahi azza və cəllə və huwa ma varada fi sifatillahi azza və cəllə al-manhiyyi an ta'wilihi və yəcib raddu ilmihi ilə Allah Teala. Kəqavlihi Teala Ar-Rahman alə-l-arş istava. Ar-Rahmanu alə-l-arş istava. Bəl yədahu məbsutatan və yəbqa vəchu rabbikə zul cəlali vəl-ikram. Yəni nə demək istəyir? Deyir ki, bunlar nədir?
O isə, yəni mütəşabihlər hansılardır? Onlar Uca Allahın sifətləri barəsində gələn xəbərlərdir. Onu açıqlamaq qadağandır. Yəni onu açıqlamaq qadağandır. Onun barədə elmi Allaha buraxmaq vacibdir. Misal olaraq Uca Allah buyurur: Rəhmən arşı istiva etdi. Allahın istiva sifəti. Onun hər iki əl açıqdır. Yəni Allahın yədeyn sifəti, Rəbbinin əzəmətli və kəramətli və ki, əbədidir. Allahın vacib sifəti. Yəni bunlar xəbəri sifətlərdir. Və biz keçən dərs bildirdik ki, ümumiyyətlə sələf imamlarından gəlib əqli sifətlər barəsində soruşmurlar. Yəni möhkəm sifətlər barəsində soruşmuyublar. Allah elm sahibi nə deməkdir bu? Allah biləndir nə deməkdir? Allah iradə sahibi nə deməkdir? Allah qüdrət sahibi. Belə şeylər soruşmuyublar. Onlar məhz xəbəri sifətlər barəsində sual verilir və onlar da nə deyirlər? Əmruha kəmə gəlir və ya tumarru kəmə gəlir. Gəldiyi kimi üzərindən keçilir və ya gəldiyi kimi üzərindən keçilər. Bu şəkildə ifadə edirlər. Həmçinin bizim üsulçulardan İbn Ləhəm Əl-Həmbəli Muxtasar fi Usul-i Fiqh kitabında buyurur: Məsələ fil Qur'ani el-muhkəm vəl-mütəşabih. Quranda möhkəm və mütəşabihlər vardır. Və lil-uləməi fihi əqvalun kəsirə. Bu barədə alimlərin çoxlu qövülləri vardır. Vəl-əzhar üstün olan el-muhkəmül muttadahul mə'na. Möhkəm mənası aydın olandır. Vəl-mütəşabihu muqabiluhu li-iştirakin əv icmalin əv zuhuri təşbihin. Ancaq mütəşabih nə idisə, bayaq dediyimiz kimi, üç qism mütəşabih bunun qarşılığında olan, müqabilində olan şeydir. Ya yığcamlıq və ya müştərək bir ləfsdir, yəni bir neçə mənaya dəlalət edir, ya da bənzətmənin ortalığa çıxması səbəbi ilə olan şeydir. Həmçinin bütün alimlər qatında Quranda mənasız bir şey vardır sözünü demək icazəli deyil. Bu şübhə də bizə atılır, bir iftira olaraq atılır ki, onlar deyirlər ki, Quran Allahın sifətlərinin mənası yoxdur və yaxud güya ki, biz mənaları boşaldırıq. Əslində bu böyük bir iftiradır və biz də demişik ki, nə üçün onlara dedik ki, onlar böhtansız bir tayfadılar. Bu böhtanı atırlar. Halbuki alimlərin icması ilə Quran-ı Kərimdə mənasız kəlmələr yoxdur. Yəni Allah mənasız şeylər indirməyib bizə. Sadəcə nə deyir İbn Ləhəm bu nəqlin ardından? Buyurur ki, وَلَا يَجُوزَ أَنْ يُقَالَ فِي الْقُرْآنِ مَا لَا مَعْنَ عِنْدَ عَامَّةُ الْعُلَمَاءِ. İcazəli deyir ki, deyilsin ki, alimlər qatında, bütün alimlər qatında məsəl üçün Quranda mənası olmayan şeylər var. Əksinə, وَفِيهِ مَا لَا يَفْحَمُ مَعْنَاهُ إِلَّا اللّٰهُ تَعَالَى عِنْدَ الْجُمْهُرِ. Cumhur alimlərə görə, əksər alimlərə görə orada yalnız Allahın mənasını bildiyi şeylər var. Yəni alimlərin deyil, yalnız Allahın mənasını bildiyi şeylər. Bu ikisi arasında fərq var. Bir var ki, biz qeyd edək ki, Allah Taala bir ayətlər indirib, bunların mənası yoxdur. Bir də var deyək ki, xeyr qardaşım, bu şeylərin mənası var. Sadəcə Allah Taala bu şeylərin mənasını özündə gizli saxlayıb. Yəni şəriət sahibi, həmçinin onun elçisi sallallahu aleyhi ve sellem bu şeyləri bizə bəyan etməyib. Bu ikisi arasında böyük fərq var əslində. Həmçinin bizim mütəaxir alimlərdən olan Təqiyyüddin Əl-Futuh, yəni İbn Nəcər Əl-Futuh Əl-Həmbəli Əl-Kəvkəb Munir əsərində buyurur: "Və məttədaha mə'nahu minəl-Qur'an fəhuvə muhkəm. Və aksuhu ey aksul muhkəm mütəşabih. Və huwa ma lam yattadih mə'nahu imma li-iştirakin aw li-icmalin aw li-icmalin aw li-zuhuri təşbihin ka sifatillahi Teala." Kəyət sıfat və əxbariha fəştəbəhəl muradu minhu ələn-nas. Quranda mənası aydın olan möhkəmdir. Onun əksi, yəni möhkəm olan əksi mütəşabihdir. O isə mənası aydın olmayandır. Bu müştərəkliyin, yaxud yığcamlığın, yaxud da uca Allahın sifətlərində, yəni sifət ayətləri və xəbərlərində olduğu kimi bənzətmənin zahir olması səbəbi ilə olur. Bu xəbərlərdə qəsd olunan şeylər insanlara qaranlıq qalmışdır. Yəni eyni şeyləridir. Yəni onlar əsrlərdən əsrlərə bizim imamlarımız bu şeyləri bilən nəql ediblər. Çünki bunu niyə bu cür nəql ediblər? Çünki onlar İmam Əhməddən bunu belə qəbul ediblər. Yəni bizim alimlər ta qədim dövrdən İmam Əhməd etiqadını bu şəkildə çatdırıblar özlərindən sonrakı nəsillərə. Yəni bugünkülərin dediyi kimi deyil. Çünki bugünkülərə görə hətta İmam Əhmədin istər etiqadda, istər fiqhdə bir çox görüşləri var ki, onun insanlara necə çatdırırlar? Bidət və zəlalət kimi çatdırırlar. Bizim imamlardan Mər ibn Yusuf el-Kərmi buyurur: "Fa'lam enne minel muteşabihati ayatus sifatillaty at-ta'wilu fiha ba'idun fala tu'awwalu ve la tufassar ve cumhur ehli's sunneti minhum es-selef ve ehlul hadisi ala'l iman biha ve tafwid ma'naha al-murad minha ila Allah Teala ve la nufassiruha ma'a tenzihina lahu an haqiqatiha." Bir ki müteşabih xəbərlər təvili uzaq ehtimallı olan sifət ayətləridir. Həmin sifətlər təvil edilməz və təfsir edilməz. Əhl-i sünnətin cumhuru, o cümlədən sələf və hədis əhli ona iman etməyin və qəsd olunan mənanın Allaha həvalə edilməsinin gərəkli olması üzərədirlər. Biz Allahı onun həqiqətindən tənzih etməyimizlə bərabər onu təfsir etmirik. Həm bundan əlavə
mütəəxir alimlərimizdən olan İmam Səfəri nə buyurur? فَكُلُّ مَا جَاءَ عَنِ اللّٰهِ تَعَالَى فِي الْقُرْآنِ الْعَظِيمِ من الآيات القرآنية أو صح مجيئه في الأخبار بالأسانيد الثابتة المرضية عن رواة ثقات في النقل من الأحاديث الصحيحة والآثار الصريحة مما يوهم تشبيها أو تمثيلا من المتشابه الذي لا يعلمه إلا الله نؤمن به وبأنه من عند الله تعالى ونمره كما جاء عن الله وعن رسول الله صلى الله عليه وسلم. Uca Allah tərəfindən nazil edilmiş Quran-ı Kərimdə gələn ayətlərdən, habelə ədalətli və hədislərin nəqd edilməsində güvənli olan ravilər tərəfindən səhih və qənaətbəxş isnadlarla gələn, yəni səhih isnadlarla gələn hədislərdən, yaxud açıq aydın əsərlərdən bənzətmə və təsvir etmə təəssüratı yaradan hər bir şey yalnız Allahın bildiyi mütəşabihdir. Yəni, əgər bir şeylər ki, lüğəti mənalara daşınıqda bənzətmə ortalığa çıxardılırsa, biz onların hamısını nə edirik? Allah Teala'ya mənasını havalə edirik. Biz ona və onun uca Allahın dərgahından olmasına iman gətirdik. Həmçinin onu uca Allahdan və onun Rəsulundan sallallahu aleyhi və səlləm gəldiyi kimi ötürürük. Həmçinin imamımız İbn Teymiyyə, yəni bu məsələdə sonradan sələfin məzhəbinə, həmçinin öz dədə babalarının yoluna müxalif olan Şeyx İbn Teymiyyə rahimallah öz köhnə nəqlində buyurur, köhnə fətvasında. Əmmə idxalu əsmaillahi və sifatihi əv ba'd zəlikə fil mütəşabihi ləzi la ya'lamu tə'viləhu illallah أو اعتقاد أن ذلك هو المتشابه الذي استأثر الله بعلم تأويله كما يقول كل واحد من القولين طوائف من أصحابنا وغيرهم. Allahın adı və sifətlərinin yaxud onun bəzisinin açıqlaması yalnız Allaha məlum olan mütəşabihlərə daxil edilməsinə, yəni bu sifətlərin yalnız Allahın bildiyi, yəni mənasını Allahın bildiyi mütəşabihlərə daxil edilməsini, həmçinin onun elminin Allah qatında gizli saxlanılmasını etiqad etmə, yəni bu cür etiqad etmə, İbn Teymiyyə rahimallah nə deyir? Bu bizim əshabımızdan olan həmbəlilərin başqa tayfaların görüşüdür. Bildiki günümüzdə olan mürəkkəb cahillər isə nə deyir? Bu yeni həmbəlilikdir. Halbuki İbn Teymiyyə özü bəyan edir ki, bu bizim əshabımızın görüşüdür. Yəni bizim əshabımızdan olan, yəni elm adamlarının görüşüdür. Bugünkülər isə insanların gözlərinə kül üfürərək, insanları azdıraraq onlarda insanlar arasında əhl-i sünnət məzhəbləri yayan insanlar haqqında yanlış təsəvvür yaradırlar və onları doğru şəkildə, yəni səmiyyətsizliyə yönəldirlər insanları. Və bu oxuduğumuz nəqillər onların gətirə bilmədiyi üsul kitablarımızdan olan nəqillərdir. Həmçinin bəzi alimlərimizin sözləridir. Bəziləri isə onların içində elələri var ki, iddia edirlər ki, ümumiyyətlə bu ayədə gələn mütəşabihliyi nisbi mütəşabihliyidir. İlk öncə deyim ki, həmin adamlar deyirlər ki, bu sifətlərin mənasını bütün insanlar bilməlidir. Əgər bir insan onun mənasını bilmədən ona iman gətirərsə, onun imanı səhih olmaz ona iman gətirməsi. Ancaq bununla yanaşı həmin insanlar iddia edirlər ki, bu sifətlər bu ayədə gələn mütəşabihlik nisbi mütəşabihlikdir. Yəni nisbi mütəşabihlikdir. Halbuki söz əsassızdır. Nə üçün? Çünki bu sözü deməklə həmin insan həmin ayəyə müxalif olur. Çünki ayədə Allah Taala bildirir ki, onun mənasını elmdə qüvvətli olanlar bilər. Biz də bilirik ki, avam insanlar elmdə qüvvətli olan insanlar deyil. O zaman onlara bilmək vacib olmur. Halbuki bunu kim bəyan edir? Bunu İbn Qudam Əl-Həmbəli bəyan edir ki, həmin insan, avam insanları onu bilməyə icazəli görür. İbn Qudam Əl-Həmbəli buyurur, لو كان معلوما للراسخين لوجب أن لا يعلمه غيرهم لأن الله تعالى نفى علمه عن غيرهم فلا يجوز حينئذ أن يتناول إلا من ثبت أنه من الراسخين ويحرم التأويل على العامة كلهم والمتعلمين الذين لم ينتهوا إلى درجة الرسوخ والخصم في هذا يجوز التأويل لكل أحد فقد خالف النص على كل تقدير. Əgər onun açıqlaması elmdə möhkəm olanlar üçün məlum olsaydı, ona cavab verir İbn Qudam Əl-Həmbəli. Bu zaman başqalarının onu bilməməsi vacib olacaqdır. Çünki Allah dedi ki, onu elmdə qüvvətli olanlar bilər. Yəni avamlar bilməyəcək o şeyləri. Çünki uca Allah Alimran surəsindəki ayətdə onun bilgini, yəni bu bilgini digərlərindən nəfi edib. Yalnız elmdə qüvvətli olanlara isbat edib. Belə olan halda ayətin yalnız elmdə möhkəm olduğu bəlli olan şəxsləri şamil etməsi gərəkir. Və ümum insanların hamısına, ha belə ictihad dərəcəsinə çatmamış elm oxuyan insanlara onu açıqlamaq haram olur. Halbuki bu mövzuda çəkişən şəxs, yəni mübahisə edən şəxs, onun açıqlamasını hər bir adama icazəli görür. İstənilən halda bunu deyən şəxs Nassa müxalif olur. Yəni bugün həmin insanlar hər bir halda bu Nasslara müxalif olurlar. Əgər desələr ki, bu nisbi mütəşabihlikdir, yenə də Nassa müxalif olur.
Həmçinin yəni əsassız danışır. Həmçinin İmam Əhmədin sözünü bayaq dediyimiz kimi keyfiyyət kimi açıqlamaq istəməsi, mütəşabihliyi, onun keyfiyyəti kimi açıqlamaq istəməsi yenə də Həmbəli imamlarının gətirdiyi üsula müxalif olur. Çünki Həmbəli imamları ümumiyyətlə mütəşabih deyəndə keyfiyyətdən danışmırlar. Orada mənanın qapalılığından danışırlar. Bu üsulla bayaq oxuduğum üçün bəyan edilir bu şeylər. Və biz bu gün yəni üsulda gələn nəqilləri oxuduq. Həmçinin alimlərimizin bu barədə gələn bəzi nəqillərini qeyd etdik. İnşallah gələn dərs qaldığımız yerdən davam edəcəyik və Allah Taala'dan müvəffəqiyyət diləyirəm. Allah Taala bizi daim haqqı haqq olaraq görməyi, ondan möhkəm yapışmağı nəsib etsin. Və batılı batıl olaraq görməyi, ondan uzaq durmağı müvəffəq etsin. Və həmçinin Allah Taala müqabilimizdə olan insanlara da, yəni o insanlara da haqqa müvəffəq etsin. Vəlhamdülillahi Rabbil ələmin.